Məsələn, işləyib yorulursunuz və deyirsiniz ki, enerjim aşağı düşdü, bitdi və mən dincəlməliyəm. Amma məntiqlə başa düşürsünüz ki, bu qədər tez yorulmaya da bilərdiniz əslində. Bu an sırf sizin yorulduğunuzun göstəricisi deyil, ola bilər ki, enerji tıxacı olduğuna görədir. Yəni, yorulmağın özü belə bəlli bir gərginliyin nəticəsidir. Çünki enerji bitmir, tükənmir. Əslində ətrafımız enerji ilə doludur və yetəri qədər biz daimi olaraq enerjini hiss edə, istifadə və belə deyək, yarada bilərik. Çünki biz alırıq və nəsə iş görürük. Bu daimi bir enerji gedişatıdır. Ona görə də hiss elədiniz ki, yorulmusunuz. Sırf o yorğunluğu hiss elədiyiniz yerdə çalışın ki, enerji axını təzədən balanslaşsın, rahatlıq yaransın və bu rahatlığı yuxuya yönəldməkdən çox çalışın ki, sadəcə olaraq siz tonusda qalın, amma enerji içinizdən axıb gedə bilsin və bərpa olunsun hər şey.